Herkese salam. İnşallah herkes yaxşıdır. Yeni bir vloguma xoş gəlmisiniz. Bugün İsmail'le dayıq baba ocağında. Babamın ad günüdür. Baba ocağına yığışmışıq. İnşallah az da olsa çəkilişlər edib sizlə paylaşaram. Ne iş görürsən YouTube? Ben şişirdim. Güllərə bax Aytubu. Gel gör, gel yanıma gidelim. Arılara bax Aytubu. Bura babamın idi. Babamın arılarıydı. Bax indi 3 dənə qalıb. Gəlirdik babam gilə Tubu. Qalırdıq burada. Babam da bize çoxlu bal eləyirdi, biz də yeyirdik. Oradan bal götürüyor. İndi bal götürmək olmur ha burada. Arı gelebilir. Ha, indi arı gələr bizi çalar. İşləyər bizi. Burada bizim fındıqlıq. Uşaq vaxtı gəlirdik burada. Fındıq yeyir. Görməm onu. Yavaş. Heyvan ne qəşəng gətirir. Bax yerimiz buraydı. 2 dənə daşımız var. 2 dənə yekə daşımız vardı. Otururduq üstündə. Ora çox qarışıqlıqdır. Nəsə dişləyər bizi. Kim var? Kuşların sesine bak Aytı. Burada bibimin bostanı değil. Ha? Bibimin bostanı. Maşallah olsun. Armud nətər tökülübdür. Ay maşallah. Ay Tubu oranı əzmə. Deyək buradan kənardan keçək. Ay sağ ol. Yaxını göstər. İncir ağacımız. Çox getmə. Gedək də. Burada Firuz babanın həyəti. Orada Allah var. Ha, bura Firuz babanın həyəti. İlan var orada. İlan. İlan var. Görsən ağaçlar. İlan var ya. Yola getmə, gəl. Ortalamazı bu zaman. Bunlar niyetle misafirde. Ama bilmiyorum 90 derece 90 kilometreden uzak. Yazma var. Sən Aytubu, mənim uşaqlığım var, burada keçib Aytubu. Qorxma itdən. Bir də it. İt yatıbdı. Oturup burada gözləyirdik. İnəklər gəlsin. Buraları təmizləyirdik. Kanalın suyu kəsilib.
Valla taz. Korkma. Korkmaya bağlıdır. Korkma bağlıdır. Müylere bak müylere. Yani hepsini orada durur. Kim orada durur? Korkma korkma. Bağlı değil ki. Ni. Nani. Nerede bunun adı? Dur. Papatyalar değil bunlar, ramaşkalar. Gel yığaq. İşte geldi. Yapıştır. Və mənim izləyicilərim bilir ki, mən xatirələrə çox önəm verirəm. Əlimdə olsa çox paylaşımlar edərəm, amma vaxt baxımından az bir hissəcik çəkə bildim sizin üçün. Və vloqların birində sizə bu kitab rəfindən danışırdım. Hansı ki, ilk dəfə kitaba mənə marağı bu kitab rəfi oyatmışdı. İlk kitabları da bu kitab rəfindən götürüb oxumuşdum. Babam dünyasını dəyişəndə bu evə necə gələcəyimi və yaxud da burada necə vaxt keçirəcəyimi çox düşünürdüm. Hətta fikirləşirdim ki, mən bir də bu evə gələ bilmərəm. Çünki hamımız babamın ətrafına toplaşırdıq yay tətillərində və səbirsizliklə yay tətilini gözləyirdik və yaxud da qış tətili olanda, Novruz bayramı ərəfələrində səbirsizliklə həmin günləri gözləyirdik. Və nə yaxşı ki, mənim uşaqlığım burada İsmayıllıda, baba ocağında, babamın yanında keçibdi, nənəmin yanında keçib, dayılarım, xalalarım hamılıqla, yəni birlikdə keçib. Nə xoş mənə ki, bu gözəl, mehriban ailədə böyümüşəm. Dedesi düz adam. Olsun canınızı sağlayın.
Allah balalarını doyunca versin. Sütli, balatnoy kimi şey. Yay da olsun. Sütli balatma için. Elə baxanlar ki, bunu neçə edirsən də. Tənək yığır. Bir vaxtlar bu tut ağacının altında babamın kölgəsinə yığışardıq. Nəvələri, qızları, oğlanları, hər kəs babamın ətrafına yığışardı. Və xüsusilə də axşam yeməkləri çox maraqlı və əyləncəli keçirdi. Çünki hamı axşamlar toplanırdı. Günorta hər kəs öz işində olurdu. Axşamlar bizim üçün çox əyləncəli olurdu. Babamın, nənəmin şirin söhbətləri. Və mən tut ağacının kəsildiyini eşidəndə çox pis olmuşdum. Mənə çox pis təsir eləmişdi. Hər dəfə gələndə o tut ağacına baxıb xatirələri yadıma salırdım və bu tut ağacını bu formada görmək həqiqətən mənim üçün çox ağır oldu. Və indi həmin tut ağacı yoxdur. Babamın kölgəsinə toplaşan insanlar da yoxdur. Babam da yoxdur. Əlimizdə qalan yalnız sanki xatirələri tut ağacının kökünə bastırmışıq və hər bu tut ağacını görəndə həmin xatirələr canlanır.